Salam, hər vaxtınız xeyir. Bugün inşallah Gessamen Fito klubdayam. Ünvan olaraq da ki, Nəsim metrosunun 4-cü çıxışından çıxırsınız. Zeytunbağı restoranının düz yanındadır. Xırdalandakı Mədəniyyət evinin üzbəüzdür. İndi burada çaylardan mən biraz danışmaq istəyirəm. Və burada soyuq dəymə əleyhinə gözəl çay var. Hər biriniz tövsiyə eləyirəm. Bundan alın, soyuq dəyməsi olan insanlar. Çox insanlar var ki, bu dəqiqə kondisionerin altında yatır, soyuqlayır. Bax, o zaman Gessaminin bu məhsulunu alıb istifadə edə bilərsiniz. Məsələn üçün gümrahlaşdırıcı çay var burada. Qızılgül çayıdır. Ümumiyyətlə burada çaylar maşallah ki çoxdur. Gəlib əldə eləyə bilərsiniz. İnşallah burada məsələn üçün Füzuli Hüseynovun kitabları var. Gəlib götürə bilərsin hamısından. Sonra burada mənim bəyəndiyim şampunlardan saç tökülməsində çox gözəl fayda verir. Sarımsaq şampunu. Ümumiyyətlə bütün saç belə tökülmələrində, kəpək olanda da çox gözəl fayda verir. Yəni mən şəxsən çox fayda görmüşəm. Hər birinizə tövsiyə eləyirəm. Gizli diken şampunudur, o da burada var. Gəlib əldə eləyə bilərsiniz. Demək, mədə-bağırsaq sistemindən əziyyət çəkən insanlar qastren məsələn üçün çayından istifadə edə bilər. Tiastamin də ondan istifadə edə bilərsiniz. Detoks və məsələn xolesterol çayıdır, antixoldur. Bunlar öt qovucudur, qurt qovucu var burada. Döşə çiçəyinin çayıdır. Bax, hamısı çox gözəl qablaşdırılıb, herbofloranındır, narahat olmayın. Gəlib əldə eləyə bilərsiniz. Burada bronx məcunudur. Sonra şam qocası bəhməzidir, tut bəhməzidir, tut doşabıdır burada. Sonra tahinlər təzə gəlir. Məsələn, sarı ağı da var, qarası da var. Kökəlmə məcunudur, immunitet məcunudur, sakitləşdiricidir. Boy artırmaq üçün, qan azlığı üçün, arıqlamaq üçün, kişilər üçün, qəbizlik üçün, prostat üçün, arıqlamaq üçün də var, qan azlığı üçün, kökəlmə məcunu. Yəni bu məhsullardan rahatlıqla gəlib əldə eləyə bilərsiniz. Sukkari xurmaları həqiqətən də dadı da möhtəşəmdir. Yəni ki, o bəzi xurmalardan çox gözəldir bu. Bundan da ala bilər. Demək, burada şəfa vitaminidir. Mən tövsiyə edirəm uşaqlara. Çox gözəl faydalıdır. D vitaminidir məsələn üçün. Venatura çox gözəl qaldırır. Təbiidir. Labol D3 uşaqlarınıza və böyüklər də istifadə edə bilər. Ağrı kəsici krem məsələn üçün onkoloji xəstələrə tövsiyə edirəm. O insanlar ki, ağrı olur, gəlib götürün. Ondan masaj eləyə bilərsiniz. Ağrı olan yerə çəkə bilər. Demək, burada çörək otulu sabun var, çox faydalıdır. Sonra dəvə südlü sabun var, keçi süddür, zeytindir, lavandadır. Maşallah olsun ki, yəni çox gözəl burada sabunlar da var. Gəlib əldə eləyə bilərsiniz. Ballar da maşallah olsun çoxdur. May balıdır, bal qaymağıdır, sonra qara tikandır. Sonra biyan balıdır, kəlbəcər balıdır. Hər birindən əldə eləyə bilərsiniz. Propolis, bax, suda çıxarışlı var. Bəzi insanlar var ki, indi məsələn üçün spirtdə çıxarışlı istəmir, ibadət əhlidir. Suda çıxarışdan gəlib rahatlıqla istifadə eləyə bilərsiniz. Sonra spirtdə çıxarışlı da var. Məsələn üçün burada pətəkli bal da var. Ballar çoxdur. Hər birindən rahatlıqla gəlib əldə eləyə bilərsiniz. Demək, Xırdalanda da Mədəniyyət evindən üzbəüzdür. Gessamen Fito klub biraz ağacın altındadır. Biraz oradan keçəndə yaxşı bax görəcəksiniz inşallah. Burada qəşəng məsələn üçün alma sirkələri var. Qarazirə yağı məsələn üçün Həbəşistan toxumundan olandır. Sadəsi də var. Qastrason yağıdır, çətənə yağıdır. Sirkələr də çoxdur burada. İtburnu sirkəsidir, üzüm sirkəsidir, yemişandır, Yapon safirasıdır. Yəni ışqının kökünün sirkəsidir, ənginar sirkəsidir, detoks sirkəsidir. Belə bütün məhsullardan xiyarəng yağı da burada saç tökülməsinə çox gözəl fayda verir. 1 ilə qədər tökülmüş saçları geri qaytarır. Bu məhsulların hər birindən rahatlıqla gəlib əldə eləyə bilərsiniz. Sağ olun, var olun.